Salam dostlar, bu günləri biz Blue maşını haqqında danışacağıq. Həmişə dərsə başlamamışdan qabaq dediyim kimi, istifadə olunan texnik və texnologiyalar yalnız tədris üçün nəzərdə tutulub. Digər maşınlarda, digər veb saytlarda istifadəsi qəti qadağandır. Blue maşını Hexabox maşınıdır. Və IPC gördüyünüz kimi 10-10-40'dır. Birinci baxırıq ki, nəsə verirmi? Heç nə vermir. Mən burada nə etmişəm deməli? Nmap-də sadəcə adi Nmap SV 1040 etdim. Mənə burada, yəni mənə maraqlı gələn bu yazı oldu, açığı. Mən bunu kopyalayıb atdım Google-a. Google mənə bunu verdi. Yəni ilk belə deyək, onluqda axtarış sistemində sistem haqqında məlumat verdi və dedi ki, bunu istifadə etmək olar. Deməli, bu nə cürdür? Metasploit'da artıq mən bunu tətbiq etmişəm. Burada əsas AirHost'dur. Airportumuz 11445 açıqdır, bəli. Və lhost tamamdır. Run edirik. Biraz vaxt aparacaq. Aha. Gördüyünüz kimi exploit işləməyə başlayır. Metasploit'un üstün cəhəti bir dənə odur ki, köhnə maşınlar və yaxud da ki, update olunmayan sistemləri araşdırmaq daha asan əmələ gəlir. Yəni oturub 3 saat axtarmırsan nəyisə, artıq onun bazasında var. Aha, gördüyünüz kimi Meterpreter var, shell qoyuruq. Aha. Fikir verin. C2.Windows System 32'ye attı sırası bizi. Bu deməkdir ki, biz artıq həm də adminik. İndi gəlin yoxlayaq bunu. Aha. Daxil oluruq. Dir cd users dir. Bizdə burada xalis var. cd xarisə giririk birinci. Dir. Aha. cd desktop. Aha. Dir. Gördüyünüz kimi biz artıq burada daxil olduq. Deməli giririk cd administrator. Aha. Dir. Yəni edək, baxaq. Baxaq görək desktop daxil ola bilirik yoxsa yox. Aha, biz daxil olduq. Gördüyünüz kimi çox rahat bir və asan maşındır. Bu sadəcə olaraq həvəsləndirmək üçün nəzərdə tutulan maşınlar deyirəm bunlara. Ki, əgər kimsə başlamaq istəyirsə, aha. Sadəcə bilin ki, belə maşınlar da olur. Daha tez tapmaq da mümkündür. Əgər videonu bəyəndinizsə, like edin, komment yazın. Nəzərdə tutun ki, istifadə olunan texnik və texnologiyalar yalnız və yalnız Hexabox üçün nəzərdə tutulub, tədris üçün nəzərdə tutulub, digər maşınlarda istifadəsi qəti qadağandır. Gələn videoda, gələn dərslərə qədər. Görüşənədək hamıya uğurlar.